Xoş gördük. Bugünkü təhlilimizdə biz olduqca füsunkar, bəlkə də biraz qorxuducu bir suala cavab axtaracağıq. Necə olur ki, böyük bir insan kütləsinin içinə düşəndə fərdi davranışlarımız tamamilə, özü də kəskin şəkildə dəyişir? Bunun arxasında duran elmə, psixologiyaya yaxından nəzər salacağıq. Təsəvvür edin, gündəlik həyatda tamamilə sakit, qanunlara əməl edən birisiniz. Amma birdən-birə minlərlə insanın olduğu səsküylü bir stadiona, yaxud qaynayan bir etiraz aksiyasına qatılırsınız. Bəs o an sizin o şəxsi kimliyinizə nə olur? Niyə biz kütləyə qarışanda anidən başqa birinə çevrilirik? Bəli, bu sirri birlikdə açacağıq. Mövzunu dərindən anlamaq üçün bugün xüsusi bir xəritə üzrə hərəkət edəcəyik. Əvvəlcə sosial psixologiyanın nə olduğuna qısaca baxacağıq, sonra kütlə psixologiyasının yaranma tarixinə, bioloji və ekoloji nəzəriyyələrə baş vuracağıq. Daha sonra kütlə içindəki deindividuasiya anlayışını izah edib, sonda kütlələrin növünə görə təsnifatını aparacağıq. Beləliklə, birinci bölməmiz sosial psixologiya nədir? Gəlin elə bu suallara cavab axtaran o böyük elmi sahəni təyin etməklə işə başlayaq. Bilirsiniz, maraqlı olan odur ki, sosial psixologiya tam olaraq iki nəhəng sahənin qovuşduğu nöqtədə, tam mərkəzdə dayanır. Bir tərəfdə fərdi zehni və bizim daxili dünyamızı öyrənən psixologiya var, digər tərəfdə isə bütöv cəmiyyətləri, qrupları öyrənən sosiologiya. Bizi maraqlandıran o qəribə cavablar da elə məhz bu kəsişmədə gizlənib. Təbii ki, alimlər bu mürəkkəb prosesləri sadəcə təxmin etmirlər. Onların dəqiq metodları var. Onlar əsasən 3 şeyə diqqət edirlər. Birinci, determinizm, yəni bizi hərəkətə keçirən daxili və xarici səbəblər nələrdir? İkincisi, şuurumuzla hərəkətlərimiz necə vəhdət təşkil edir, necə sinxronlaşır? Və nəhayət, hər bir qrupun formalaşdığı konkret tarixi kontekst. Çünki keçmişi bilmədən indiki davranışı anlamaq mümkün deyil. Keçək ikinci bölməmizə. Kütlə psixologiyasının mənşəyi. Doğrudan da bu xüsusi sahə necə və haradan ortaya çıxıb? Əgər kütlədən danışırıqsa, Gustav Le Bondan bəhs etməmək sadəcə qeyri-mümkündür. Bu fransız həkimi və sosioloq əsl kəşfiyyatçıdır. 19-cu əsrin sonlarında o kütlə şuurunu anlamaq üçün elə bir bünövrə qoydu ki, indinin özündə belə bu sahənin ən təsirli nəzəriyyətçilərindən biri hesab olunur. İndi isə qısa bir zaman xəttinə baxaq. 1800-cü illər boyunca kütləvi davranışa olan akademik marağın necə, deyərdim ki, kartofu kimi böyüdüyünü görə bilərsiniz. 1841-ci ildə Charles Mackay'in ilkin qeydlərindən tutmuş, Hippolyte Taine-nin 1875-ci ildəki araşdırmalarına qədər hər şey yavaş-yavaş yetişirdi. Və nəhayət bütün bu maraq 1895-ci ildə Le Bon'un o məşhur kütlə psixologiyası adlı təməl əsərinin partlayışına gətirib çıxardı. Buradan keçid alırıq üçüncü bölməmizə. Bioloji və ekoloji nəzəriyyələr. Gəlin görək, niyə bəzən sadə insanlar kütlə içində cinayətə meyil edirlər? 19-cu əsrin o qızğın dramatik elmi mübahisələrinə baş vuracağıq. Əslində, kütlə psixologiyasının kökləri 1889-cu ildə Parisdə 2-ci Beynəlxalq Cinayət Antropologiyası Konqresində formalaşıb. Yəni, təsəvvür edin, bu sadəcə bir konqres deyildi. Dövrün ən iti zəkalarının, kriminoloqların və psixoloqların üz-üzə gəldiyi tarixi bir döyüş meydanı idi. Bəs o döyüşün əsas səbəbi nə idi? Çox kəskin bir fikir ayrılığı. Bir tərəfdə İtalyan məktəbi dururdu. Lombroso və Ferri. Onlar israr edirdilər ki, insanların kütlə içərisində vəhşiləşməsi, zorakılıq etməsi sırf biologiya ilə, irsiyyətlə bağlıdır. Yəni, onlara görə bəziləri anadan gəlmə cinayətkardır. Digər tərəfdə isə fransız məktəbi, Tarde və Lacassan var idi. Onlar tam əksini deyirdi. Xeyr, fərdin davranışını diktə edən onun düşdüyü sosial mühitdir. Bax, elə bu ikililik bütöv bir elmin istiqamətini bir dəfəlik dəyişdi. Bu yerdə gəlirik 4-cü bölməmizə. Kütlə daxilində deindividuasiya. Ətraf mühitin üzərimizdəki bu güclü təsirini anladıqdan sonra gəlin o mexanizmin tam olaraq necə işlədiyinə baxaq. Baxın, təhlilin əvvəlində verdiyimiz o sirli sualın cavabı tam olaraq buradadır. Deindividuasiya. Çox çətin sözə bənzəyə bilər, amma əslində bu, fərdin böyük bir kütləyə qarışdığı an öz şəxsi kimliyini və mənəvi məsuliyyət hissini necə itirməsini izah edən psixoloji bir prosesdir. Yəni, tamamilə qanunlara tabe olan bir vətəndaşın minlərlə insanın içində anidən özünü itirib, impulsiv, hətta təhlükəli addımlar atmasının tək səbəbi budur. Akademik kitablarda, dərsliklərdə bu fenomenə nə qədər fəsillər həsr olunub, inana bilməzsiniz. Alimlər illərlə sübut etməyə çalışıblar ki, məsuliyyət hissi yüzlərlə, minlərlə insan arasında paylandıqda bizim o normal davranış filtrlərimiz necə sönür. Ən maraqlısı da odur ki, sən o böyük kütlənin içinə girəndə sanki bir görünməzlik plaşı geyinirsən. Anonimlik hissi dominantlıq təşkil edir və qəfildən fərdi məsuliyyət buxarlanıb yoxa çıxır. Və beləliklə, çatırıq 5-ci və sonuncu bölməmizə. Kütlələrin müxtəlif növləri. İndi isə sizə real həyatda qarşılaşa biləcəyiniz hər hansı bir kütləni düzgün təsnif etmək üçün lazım olan alətləri verəcəyik. Sosioloq Herbert Blumer kütlələrə onların nə qədər emosional və coşqulu olduğuna görə doğrudan da çox parlaq bir formada 4 pilləyə ayırıb. O göstərir ki, hər şey sadə, təsadüfi bir yığılmadan başlaya bilər, sonra bu ənənəviyə keçir, daha sonra hisslərlə dolu ifadedici bir formaya və ən nəhayət hərəkətə keçməyə hazır olan aktiv kütləyə çevrilir. Yəni bu, sıfırdan 100-ə doğru getdikcə böyüyən bir eskalasiyadır.
Gəlin bunu biraz da real həyata köçürək, onda hər şey daha da maraqlı olacaq. Təsəvvür edin, səhər tezdən metroda işə gedən insanların yaratdığı o sıxlıq, bu Bloomerin təsnifatında təsadüfi kütlədir. Hamı eyni yerdədir, amma hərə öz işindədir. Sonra məsələn, axşam bir teatr tamaşasına yaxud konfransa gedirsiniz. Bu artıq ənənəvi kütlədir, xüsusi bir qayda-qanun var. Biraz da irəli gedək, hər hansı dini ayin və ya səsküylü, coşqulu bir musiqi festivalı bu ifadə edici kütlədir. Bəs aktiv kütlə nədir? Bu artıq bütün emosiyaların partladığı, hərəkətə keçmiş qiyam və ya ixtişaşanıdır. Fikir verirsiniz, bütün həyatımız bu təsnifatın içindədir. Amma iş bununla da bitmir. O aktiv kütlədə öz növbəsində müəyyən davranışlara görə parçalana bilir. Məsələn, aqressiv kütlə var. Buna stadionlardakı dəhşətli futbol ixtişaşlarını misal çəkə bilərik. Və yaxud qaçış xarakterli kütlə. Astroworld festivalında baş verən o faciəvi əzilmələri xatırlayın, insanlar sadəcə xilas olmağa, qaçmağa çalışırdılar. Bir də məhdud resurslar uğrunda savaşan, əldə etmə yönümlü kütlələr var. Bunların hər birinin kökündə tamam başqa bir psixoloji səbəb dayanır. İndi sizə çox vacib, bəlkə də çoxunuzu təəccübləndirəcək bir məqamı deyim. Xəbərlərə baxanda kütlə fəlakətləri üçün həmişə tək bir səbəb göstərirlər. Panika yarandı. Amma tədqiqatçılar tam əksini deyir. Onların sözlərinə görə kütləvi fəlakətlərdə real panika əslində çox nadir hallarda baş verir. Əsl günahkarlar kimlərdir bilirsiniz? Yanlış hesablanmış dar çıxışlar, yəni zəif infrastruktur, həddindən artıq sıxlıq və ən əsası rabitə, yəni kommunikasiya çatışmazlığı. Bütün bəlalar buradan qaynaqlanır. Bütün bu dediklərimizdən sonra elə təəssürat yaranmasın ki, kütlə mütləq şəkildə dağıdıcı və təhlükəli bir şeydir. Qətiyyən, kütlələr əslində cəmiyyəti birləşdirən çox güclü bir vasitə də ola bilər. Tarixə nəzər salsaq, vətəndaş hüquqları hərəkatındakı dinc oturaq etirazlar və ya insanların haqq səsini ucaltdığı o böyük, mütəşəkkil yürüşlər məhz kütlənin gücü sayəsində cəmiyyətdə köklü müsbət dəyişikliklərə səbəb olub. Beləliklə, kütlə psixologiyasının o görünməyən qaranlıq pərdə arxasını sizinlə birlikdə kəşf etdik. İndi hər şeyi bildiyinizə görə sizi o sonuncu sualla baş-başa buraxıram. Zəhmət olmasa bunun üzərində biraz düşünün. Növbəti dəfə böyük bir stadiona, izdihamlı bir konsertə və ya etiraz aksiyasına qatıldığınız zaman kütlə psixologiyası idarəni ələ aldıqda siz əslində kimə çevriləcəksiniz?